Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Biz bu günləri sizinlə daha bir müsahibəmizi və müzakirəmizi təqdim edəcəyik. Xatırladım ki, bizim bugünkü müsahibəmiz Müasir İnkişaf İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək layihəsi çərçivəsində növbəti bir müsahibədir, növbəti bir müzakirədir. Bizim bugünkü qonağımız Hüquq üzrə fəlsəfə doktoru, dosent, dəyərli ziyalımız Ələsud müəllim Allahverdiyev. Ələsud müəllim, salamlayırıq sizi. Xoş gördük. Salamlayıram, mən də sizə xoş gününüz olsun. Deməli, mən artıq layihənin təqdimatını verərkən qeyd elədim. Türk dövlətləri, gəncləri və onlara ideoloji dəstək mövzusunda və biz bu günləri Türk dünyası, Türk dövlətləri və o istiqamətdə bu ölkələrdə yaşayan gənclərlə bağlı müzakirəmiz olacaqdır. Sizin də bu istiqamətdə Türk dünyasının birliyi ilə bağlı zaman-zaman yazılarınız, çıxışlarınız, tədbirləriniz, toplantılarınız keçirilibdir və çox xoşdur ki, biz bu mövzuda sizə müraciət edirik və illər əvvəl düşünülən, danışılan o xəyal deyək ki, kimi təqdim olunan dünyası bu günlər artıq gerçək olub. Bax, elə buradan başlamaq istəyirəm. Necə qiymətləndirirsə Ələsud müəllim bugün Türk dünyasının doğru? Təşəkkür edirəm Mübariz müəllim. Əslində çox maraqlı və aktual məsələdir. Özünüz də bilirsiniz ki, Türk dünyası gənclərinin birgə şəkildə toplantıları, müzakirələri son dövrlər çox aktuallaşır. Mənə bu bir şeyi xatırlatdı. Bilirsiniz, bir zamanlar elə indi də var. Xarici ölkələrdə təhsil alan tələbələr, eyni zamanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin belə bir toplantıları olurdu. Məsələn, tutaq ki, hər bir ölkənin nümayəndəsi özünün bir gününü təyin edirdilər, ölkələr haqqında məlumatlar verirdilər digər ölkələrə. Və o gün üçün xüsusi hazırlaşırdılar. Ölkənin mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, hər bir şey haqqında geniş bir təqdimat verilirdi. Mətbəxindən tutmuş hər bir şey haqqında. İndi sevindirici haldır ki, məsələn, Azərbaycanın hansı ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyi varsa, o diplomatik nümayəndəliyin təqdimatına Türkiyədə qoşulur. Yəni, Türkiyə ilə Azərbaycanın eyni zamanda türk dilli dövlətlər də dəstəkləyir. Və bu formada tarixi mədəniyyəti təqdim edirlər. Xüsusilə bunlar gənclər sahəsində olanda əlbəttə daha effektiv olur. Yadınızdadırsa, Azərbaycanda da hətta belə bir şey var idi, Avropa Gənclər Parlamenti. İndi sual yaranır ki, Avropa Gənclər Parlamenti varsa, niyə Türk dünyasının Gənclər Parlamenti olmasın? Niyə olmasın ki? Yəni, bu, biri var ki, mən tək hansısa bir məsələ ilə bağlı özümə qapılıram, tutaq ki, haqqım tapdalanırsa, onun uğrunda tək mübarizə aparıram. Bir də var ki, mən Mübariz müəllimlə məsləhətləşirəm, ortaq bir fikrə gəlirik, mübarizəmizi birgə aparırıq. Yəni, gənclik birliyi sevir. Gənclik istər, belə deyək, elmi yaradıcılıqda, istər hüquqlarının qorunmasında, müxtəlif sahələrdə birliyi sevir. Bu baxımdan mən bunu zamanında, bəlkə də hələ deyərdim, gecikmiş bir addım hesab edərdim ki, daha əvvəllər bu məsələlər reallaşmalıydı. Təbii ki, aydındır. Bizdən asılı olmayan səbəblər oldu, buna maneçilik törədənlər oldu və bu gün də var. Amma artıq ölkə prezidentində bilirsiniz ki, bununla bağlı konkret addımları var. Sevindirici haldır. Dövlət səviyyəsində buna dəstək olur. Şuşa bəyannaməsini xatırlayırsınızsa, orada da gənclərlə bağlı məsələlər üzəsini tapmışdı. Bunlar çox uğurlu bir addımlar. Ələsud müəllim, maraqlı məqamlara toxunursunuz və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı bir qeyd bildirdiniz. Siz deyil ki, bu Türk birliyinin bugünkü mərhələyə gəlib çatmasında Azərbaycanın onun liderinin çox böyük rolu var. Və Azərbaycan gənclərinin də bu işdə fəal olması lazımdır. Bir alim kimi, gənclərlə uzun zamandır işləyən bir şəxs kimi, bir ziyalı kimi tövsiyələrinizi eşitmək istərdik. Mən sizə deyim ki, burada dövlətin dəstəyinin olması, ölkə başçısının dəstəyinin olması hesab edin ki, gənclər üçün böyük bir qapının açılması deməkdir. Biri var ki, məsələn, tutaq ki, hər hansı məsələyə dövlət tərəfindən bir dəstək yoxdur. Hələ bilinmir ki, bu məsələdə dövlətin mövqeyi necə olacaq. Sən o qədər də ürəklə bu məsələyə qol qoymursan. Niyə görə? Çünki keçirilən bir tədbirin hansısa bir maliyyə tərəfi var ki, sən bunu bilmirsən ki, qarşılaya bilərsənmi? Amma buna dövlət tərəfindən dəstək olanda müəyyən qapılar var ki, o sənin üçün rahat açılır. Yəni, tutaq ki, sən maliyyə sərf eləyə biləcəyin məsələlər dövlət tərəfindən sənə şərait yaradılır, ora maliyyə sərf eləmədən o yerlər sənə, o qapılar açılır, daha rahat şəkildə o tədbirləri keçirə bilirsən. Və mən sizə deyim ki, həm də burada böyük bir cəsarət lazımdır.
Gənclik cəsarəti sevir təbii. Cəsarət lazımdır. Bizim Türkiyədə elmi praktik konferanslar zamanı, simpoziumlar zamanı mən dəfələrlə fikir verdim ki, nəinki türk gəncləri, ümumilikdə Türkiyə elm adamları bu sahədə çox böyük bir aclıq hiss edirlər. Yəni bu birlik aclığı hiss edirlər. Zamanında bizim Sovetlər Birliyinin tərkibində olmağımız, bizə əllərinin çatmaması, bizim onlara əlimizin çatmaması fərq eləmir. Tək Türkiyədən getmir söhbət, türk dilli dövlətlərdən gedir. Və o aclıq qalıb onların canında, necə də bizdə də varsa, onlarda da həmin məsələlərdir. Və mən bunu keçirilən simpoziumlarda görmüşəm. Bununla bağlı tezislərlə çıxış edəndə fikir vermişəm ki, nə qədər böyük bir rahatlıq tapırlar, nə qədər sanki bir təmin olunurlar da, istədikləri şeyi aldıqları zaman təmin olunurlar. Bəzən də bunu söyləməkdən çoxları çəkinir. Əslində yenə deyirəm ki, burada bir gözəllik var. Hamının istəyini vurğulamaq bir gözəllikdir. Bir cəsarət tələb edir. Bu baxımdan mən hesab edirəm ki, gənclərimiz istər hüquqşünaslar, istər həkimlər, istər filoloqlar, fərqi yoxdur. Dəqiq elmdə təhsil alanlar, bunlar hamısı bu birliyi davam etdirməlidir öz sahələri üzrə. Baxın, indi biz fikirləşirik. Zaman elə dəyişib ki, harasa gedib, ora vaxt sərf eləməyə ehtiyac yoxdur. Zoom platformasından bəli, biz bu tədbirləri keçirə bilərik. Necə ki, siz, mən sizə təşəkkür edirəm, belə bir tədbiri keçirdiniz bir zamanlar və məni də ora dəvət elədiniz, mən də o platformada çıxış elədim. Bütün türk dilli dövlətlərin gəncləri orada iştirak edirdi. Xatırlayırsınız yəni ki. Və bu çox yaxşı idi, effektiv idi. Və orada nə qədər adamlar çıxdı, mənə dəstək oldu, dedilər ki, sizin məqalənizi tutaq ki, rus dilinə, ingilis dilinə tərcümə eləyib bu ölkədə yayımlanmasına dəstək göstərməyə hazıram. Bir tanışlıq yarandı mı? Bir qapı açıldı mı? Məsələn, mən onu tək başına axtarıb tapanda mənə çox çətin olur o. Amma o platformada ki, biz onu müzakirə edirik, deyirik ki, belə bir məqalənin yayımlanmasına böyük ehtiyac var, belə bir məqalənin tərcüməsinə böyük bir ehtiyac var. O zaman orada dəstək olur və o dəstək nəticəsində də biz bunları reallaşdıra bilirik. Nəticə etibarilə faydanı kim görür? Həm gənclik, həm dövlətimiz. Bax, bu baxımdan çox əhəmiyyətlidir. Əlövsət müəllim, türk ölkələrinin birliyinin hüquqi platformalar üzərindən, yəni hüquq üzərindən, hüquqşünaslar vasitəsilə mi, yəni necə deyək, bu platformalardan birliyini necə görürsünüz? Deyək ki, məhkəmələr toplanırlar, mediatorlar toplanırlar, sonra başqa da yəqin ki, bu məsələlər... Çox maraqlı məsələyə toxundunuz və mən bildirmək istəyirəm ki, bizim mediasiya şurası var, bilirsiniz, və o mediasiya şurasının rəhbəri hörmətli Nadir müəllim, Nadir Adilov da hüquqşünasdır və o Türkiyə Arabulucular Birliyindən çox geniş əməkdaşlıq edir və bununla bağlı davamlı şəkildə sosial şəbəkədə də paylaşımlar edirlər. Bax, bunun özü bir sevindirici haldır ki, həm Türkiyənin, Türk dövlətinin təcrübəsini özümüzə gətirmək, həm də belə deyək də, nələr çatışmırsa onları təhlil edib aradan qaldırmaq və yaxud bəlkə doğrudan da elə bir şey var, elə bir yenilik var ki, o bizdə var, onlarda yoxdur. Onlar onu bizdən öyrənirlər. Yəni, bu əməkdaşlıq çox sıx şəkildə aparılır. Hüquqşünaslara gəldikdə, bilirsiniz, Azərbaycanın Vəkillər Kollegiyasının Türkiyənin Barolar Birliyi arasında çox sıx əməkdaşlıq var. Bunu da davamlı şəkildə izləyirik. Məhkəmə sistemində, prokurorluq sistemində çox ciddi əməkdaşlıq var. Amma mən fikirləşirəm ki, bu bizim Bakı Dövlət Universitetinin özünün əməkdaşlığı var, Ankara Universitetindən, İstanbul Universitetindən gənclər arasında əməkdaşlıq var. Amma mən fikirləşirəm ki, hər bir hüquqşünas gənc özü təşəbbüslə çıxış edib bu platformanı yaratsın. Məsələn, bax, bir ideya verirəm, bu ideyanı reallaşdırmaq mənə elə gəlir ki, o qədər də çətin olmaz. Bugün Web of Science və Scopus jurnallarında məqalələrin çap olunmasına bağlı ciddi problem var. Azərbaycanın tutaq ki, hüquq aləmində fərqi yoxdur, iqtisadiyyatda, digər sahələrdə o məqalələrin hazırlanması və çap olunmasında müəyyən problemlər var. Bax, belə bir birlik yaradıb, Web of Science-da və Scopus jurnallarında, indeksləşdirilmiş, beynəlxalq indeksləşdirilmiş jurnallarda məqalələrin çapınla bağlı bir əməkdaşlıq yaradıb, o gənclərin dəstəyindən istifadə edib, faydalanıb, belə məqalələrin yayımlanmasında və bu məqalələrdə prinsipal məsələlərin qoyulmasında mən düşünürəm ki, böyük rol ola bilər onun. Bugün bilirsiniz ki, Azərbaycanın talih yüklü məsələlərlə bağlı hansısa bir ciddi bir məqalə yazanda, Avropada və başqa bir ölkələrdə onu başqa bir dövlətin maraqlarına toxuna bilər prinsipindən yanaşı vermirlər.
tutaq belə götürək. Azərbaycan-Ermənistan münaqişəsindən bağlı, Ermənistan hərbi liderlərinin, siyasi liderlərin cəzalandırılmasından bağlı, mühakiməsindən bağlı vermirlər bunları. Hə, son dövrlər tutaq Ukrayna mətbuatında, Ukrayna jurnallarında bunlar dərc oluna bilir. Amma digər dövlətlərdə bunu vermək çətindir. Türkiyədə məsələn rahatdır. Və Türkiyənin özünün indeksləşmiş jurnallarında bunların verilməsi üçün belə bir birliyin yaradılmasına böyük ehtiyac var. Mən bunu görürəm bugün, boşluq kimi görürəm. Və yaxud başqa bir araşdırmanın aparılması istiqamətində, hüquqi aspektdə bir araşdırmanın aparılmasından bağlı. Bugün dünyada elə məsələlər var ki, çox qlobal məsələlər. Götürün, insan alverini götürün, narkomaniyanı götürün, qaçaqmalçılıq, nə bilim, miqrasiya məsələləri. Bu sahədə bir platforma yaradıb, müzakirələr aparmaq, o birliyi qurmaq, mən də bilirəm ki, böyük fayda verə bilər. Maraqlı məqamlardır. Bu bizim birlik istiqamətində çalışmalarımız və yaxud gələcək üçün görməli olduğumuz işlər. Amma eyni zamanda qarşı tərəf də var. Bizim birləşməyimizi istəməyən, bu birlikdən qorxan, bunu bir qorxu və böyük bir təhlükə kimi dünyaya təqdim etməyə çalışan dövlətlər, təşkilatlar, şəxslər var. Onlarla bağlı necə düşünürsünüz və biz onlara qarşı necə etməliyik, necə bu birliyimizi saxlamalıyıq? Baxın, bilirsiniz, məsələ nədir? Ümumiyyətlə, belə məsələlərin təbliğində, belə məsələlərin reallaşması istiqamətində çalışmalarda maksimum şəkildə çalışmaq lazımdır ki, heç bir dövlətin, biz öz, belə deyək, maraqlarımız çərçivəsində addım ataq, amma başqa bir dövlətin maraqlarına toxunmamaq şərti ilə. Yox, kimsə bunu bizim suverenliyimizə, daxili işlərimizə müdaxilə edib qarşısını almaq istəyir. Təbii ona biz imkan verməli deyilik. Ondan qorxmalı, çəkinməli deyilik. Çünki ona görə ki, bugün dövlət başçısı ondan qorxmur, çəkinmir. Dövlət başçısı qətiyyətlə bu fikirləri söylüyor. Və biz dövlət başçısının fikirlərinin, ideyalarının inkişaf etdirilməsi istiqamətində həm dəstəyimizi nümayiş etdirməliyik bir xalq olaraq, gənc olaraq. Eyni zamanda bu istiqamətdə fəaliyyətimizi genişləndirməliyik. Baxın, Napoleona sual verirlər ki, bu qədər qələbəni əldə etməyin səbəbi nə? Deyirdi, çünki mən mübarizəni sevirəm, mübarizədən qorxmuram. Biz mübarizədən qorxmadan, çəkinmədən davam eləməliyik. Sivil şəkildə. Heç bir agresiya olmadan, heç bir təhqirə, böhtana, nə bilim, hansısa bir qanunla icazə verilməyən məsələlərə şərait yaratmadan əlbəttə biz təbliğatımızı aparmalıyıq. Mane olmaq istəyən həmişə var. Heç dövləti götürməyib. Biz öz daxilimizdə bir inkişafa doğru bir addım atanda bizə maneəsiz törətmək istəyənlər var. Yəni siz fikir verin ki, biz o bizə maneəsiz törətmək istəyənlərin maniliyindən qorxub addım atmayacaqsa və öz fəaliyyətimizi dayandıracaqsa, əlbəttə heç nə əldə edə bilmərik. Amma mən düşünürəm ki, bu bizə əslində bir immunitet verir. Bizdə bir immunitet yaradır. O mübarizəyə çalışmamızda, daha da belə deyək, həvəslə mübarizə aparmağımızda, ondan qorunmağımızda bizə immunitet verir. Mən düşünürəm ki, bu həmişə var, bundan sonra da olacaq. Zəngəzur dəhlizi məsələsi gəlir çıxır və Türk dünyasını birləşdirə bilən ən önəmli məqam. Elə mühüm məsələdir də, ən mühüm məsələdir. Bununla bağlı sizin fikrinizi öyrənmək istəyirdik. Azərbaycan artıq bir regional və qlobal siyasətdə Zəngəzur dəhlizi deyə bir reallıq yaradırdı. Türk birliyinin bir daha da sıxlaşmasında, birləşməsində bu məsələnin rolu. Mübariz müəllim, elə məsələlər var ki, biz onu zamanında xəyal edirik. Və ona doğru nə qədər çalışsaq da o mümkün olmur. Amma onun özünün bir yetişmə zamanı var. Mən hesab edirəm ki, bax bugün Zəngəzur dəhlizinin açılması və Türkiyə ilə Azərbaycanın birləşdirilməsi bu istiqamətdə o dəhlizin rolunun olması zamanın tələbidir artıq. Yəni bunu biz bugün istəməsək də zaman istəyir. Onda biz istəyirik, zaman istəmirdi. Amma indi zaman da istəyir, biz də istəyirik. Biz istəməsək belə zaman onu yerinə yetirəcək. Bax, məsələ budur, zamanın tələbidir və o zamanın tələbində bizim dövlətimiz çox yüksək səviyyədə qiymətləndirməyi bacarır və onun reallaşdırılması istiqamətində sivil qaydada addımlar atır. Görürsünüz, heç bir zorakılığa söykənmədən, beynəlxalq normalarına müvafiq olaraq, fikirlər səsləndirilərək bu məsələlərin reallaşması istiqamətində lazım addımlar atılır. Və ümid edirəm ki, qısa zamanda bu məsələlər reallaşacaq. Perspektivdə Şimali Kipr Cümhuriyyətinin, Macarıstanın, ola bilər Pakistan, ola bilər, bu kimi dövlətlərin Türk Dövlətləri Təşkilatında təmsilçiliyini necə görürsünüz? İndi digər ilk ikisi müşahidəçidirlər, yəni deyək ki, amma digərləri də var. Bunların da iştirakı. Əlbəttə, belə deyək də, yaxşı niyyətdə olan hər bir dövlətin
bizimlə bir yerdə olmasında problem görmürəm. Niyə də problem olmalıdır ki? Əksinə bu daha çox qapıların açılması üçün bir imkandır. Aydın məsələdir. Tutaq türk dövlətləri dedikdə biz konkret olaraq hansı dövlətlər, türk dilli dövlətlər nəzərdə tutulur, bunları bilirik. Amma türk dilli olmayan dövlətin də bizə bir addım yaxın gəlməsi bizim bir növ belə deyək də ümumbəşəri dəyərlərə sadiq qalmağımıza tək bizim yox, Türkiyənin, dövlətlərin qalmağımızın göstəricisi olan bir addımdır bu. Biz normal qəbul etməliyik bunu. Bu birliyə qoşulanları əlbəttə alqışlamalıyıq. Sadəcə, yenə deyirəm, niyyət və onun atdığı addımları təhlil eləmək ki, bu bizim prinsiplərimizə uyğundurmu? Necə ki, bugün Avropa İttifaqı, Avropa Şurası var, fəaliyyət göstərir. Onlara üzv olmaq istəyən dövlətlərlə müəyyən şərtləri var ki, o şərtlərə, tələblərə cavab verirmi? Bizim də təbii tələblərimiz, şərtlərimiz olmalıdır ki, o şərtlərə, tələblərə cavab verən dövlət bizimlə bir yerdə addımlaya bilər təbii. Bir zamanlar bu da yuxu kimi gəlirdi. Məsələn, Turan dövlətinin yaranması. Amma indi etiraf edirlər ki, artıq belə bir şey var, yaranır. Bəli, mövcuddur. Bəli. Bəs bu Türk Dövlətləri Təşkilatının dünyadakı qlobal problemlərin həllində rolunu necə görürsünüz? Müharibələr olsun, Qlobal problemlərin həllində indi açıq etiraf eləməliyik də. Siz görürsünüz ki, bugün dünyanın 50-dən çox ölkəsində münaqişə var. Silahlı münaqişə var. Beynəlxalq cinayətlər törədilir. Amansızcasına. Hələ siz təsəvvür edin, deyirdilər ki, 2-ci Dünya müharibəsindən sonra bunun qarşısının alınması istiqamətində tədbirlər. Nə tədbirlər? Siz təsəvvür edin, müharibənin elə yeni metod və vasitələri meydana çıxıb ki, burada insan faktoru yoxdur. Yoxdur insan faktoru. İnsan oturur burada, idarə edir, dağıdır hər yeri. Yəni buna qarşı mübarizədə dövlətlər həddindən artıq acizlik nümayiş elətdirir. Bununla bərabər sizin sualınızın cavabı olaraq qeyd etmək istəyirəm ki, Türkiyə bugün regionda kifayət qədər söz sahibinə çevrilir. Görürsünüz, münaqişələrin həllində Türkiyə vasitəsi kimi proseslərə qatılır və Türkiyənin gücünün olduğu hiss olunur. Bu çox sevindirici haldır. Eyni zamanda Azərbaycanın görürsünüz ki, hansısa bir münaqişə ilə bağlı danışıqlara cəlb olunması, proseslərə təsir etmə imkanının olması nəzərə alınıb, Azərbaycanın bu prosesə cəlb edirlər. Bu nədən gəlir? Bu dövlətin iqtisadi gücündən, əhalinin sayından, ərazinin böyüklüyü ilə bağlı deyil. Dövlətin apardığı xarici və daxili siyasətin təsirli olmasından gəlir. Dövlət doğrudan da xarici siyasətində effektiv bir siyasət yürüdə bilirsə, təsirli bir siyasət yürüdə bilirsə, bu doğrudan da dəyərləndirilir və prosesə təsir etmə imkanına malik olur. O baxımdan mən hiss edirəm ki, türk dilli dövlətlərin siyasəti bax bu formada davam edirsə, əlbəttə qlobal problemlərin həllində onlar öz töhfəsini verə bilər. Bu indi açıq etiraf eləməliyik. Məsələn, vaxtilə İslam Konfransı Təşkilatı var idi. Adı dəyişdi, sonra formalaşdı. İslam Konfransı Təşkilatı o zamanlı hadisələrə ciddi təsir eləmə imkanına malik deyildi. Yadınızdadırsa Ermənistan-Azərbaycan münaqişəsindən bağlı Ermənistanın ilk olaraq elə təcavüzkar kimi tanıyan həmin təşkilat oldu. Amma təsir olmadı. Xüsusi bir təsir hiss eləmədik. Mən düşünürəm ki, o cür yox, daha təsirli bir mexanizm olmalıdır. Əli Yusuf, mən çox təşəkkür edirik qeydlərinizə görə. Siz hüquqşünassınız, beynəlxalq hüquq üzrə də bildiyim qədər siz həm də mütəxəssis edirsiniz. Və artıq görünən budur ki, beynəlxalq hüquq çökmək üzrədir. Çünki beynəlxalq münasibətləri tənzimləməli olan, beynəlxalq hüququ, sülhü sabitliyi qorumalı olan dövlətlər özləri müharibə edirlər. Başqasının ərazisinə hücum edir orada müharibə. Necə qiymətləndirirsiniz bu durumu və bu durumda Türk Dövlətləri Təşkilatı nəsə edə bilər? Əslində, bu məsələ ilə bağlı bir dəfə mən çıxış eləyəndə mənim həmkarlarım biraz tənqid edirdilər ki, sən niyə beynəlxalq hüququn bu formada olmasını bildirirsən? Beynəlxalq hüquq heç də zəifləməyib, beynəlxalq hüquq həmişə var. Sadəcə ona yanaşma doğru deyil. Mən də belə düşünürəm ki, əlbəttə beynəlxalq hüquq var, biz buna etiraz eləmirik buna. BMT də var, hər bir struktur var, fəaliyyət göstərir. Amma necə? Varmı bunun bir təsiri? Bugün hansısa bir dövlətdə insanlar ölürsə, öldürülürsə, əzab əziyyətə düçar olursa, nə mənası sənin o işgəncələr əleyhinə konvensiyanın, köləlik əleyhinə konvensiyanın, soyqırım əleyhinə konvensiyanın? Xocalı kimi hadisə baş verib, dünya susur.
Yəni reallıqdan yanaşırıq da. Deyirlər ki, hə, tribunal yarada bilmərik ona görə ki, böyük dövlətlər veto qoymaq hüququna malikdir. Məsələn, Rusiya, Fransa, İngiltərə veto qoymaq hüququna. Bəs onda beynəlxalq hüquq nəyə lazım idi? Nə üçün lazım idi ki, biz bu gün həmin o ölən insanların hüquqlarını qoruya bilmirik? Və burada ikili standartlar var. Müqayisə edin, bax fikir verin. Təbii, Ukraynada baş verən hadisələrə hamımız acıyırıq. Ukraynanın başına gələni. Ümumiyyətlə, istər Rusiyada insanların ölməsi, istər Ukraynada insanların öldürülməsinin tərəfdarı deyilik biz. Amma Ukraynada baş verən hadisələrlə Azərbaycanda baş verən hadisələrə baxın. Azərbaycanda baş verən hadisələrə sanki bütün dövlətlər kör idi, kar idi, lal idi. Bizim içərimiz qan ağlayırdı. Vertolyotla Xocalıdan, nə bilim, digər ərazilərdən insanları daşıyırdılar. Hamımız ağlaşırdıq. Təbii yaşımız az idi. Həmin hadisələr bugün Ukraynada baş verirsə, Ukraynanın müdafiəsi istiqamətində atılan addımlarla Azərbaycanın müdafiəsi istiqamətində atılan addımlar arasında böyük bir sədd uçurum var. Yenə deyirəm, Ukrayna bizim qardaş ölkəmiz, dost ölkəmizdir. Biz onu qətiyyən pis olmuruq ki, niyə belədir? Yanaşmanı deyirik. Orada da insanlar ölür, burada da insanlar ölürdü. Bura yanaşma tamam başqaydı, oraya yanaşma tamam başqadır. Yəni, bax, bu baxımdan mən hesab edirəm ki, beynəlxalq hüquq artıq güc hakimiyyətinin əlində bir alətə çevrilir. BMT də, beynəlxalq hüquq da, digər vasitələr də. Mən düşünürəm ki, əgər doğrudan da biz sülhün təhlükəsinin təmin olunmasını dəstəkləyiriksə, Amerika kimi böyük bir dövlət bu gün müharibə qurbanlarının müdafiəsi haqqında Cenevra konvensiyalarını öz milli qanunvericiliyində kifayət qədər əks etdirməyib. Qoşulmayıb heç konvensiyaya. Və yaxud Amerikadan başqa digər böyük dövlətlər var ki, onlar öz cinayət qanunvericiliyində bu cinayətləri kriminallaşdırmıyor. Bəs onda biz hansı sülhün təhlükəsinin təmin olunmasından danışa bilərik? Yaxşı, gəlin Türkiyəni müqayisə edək. Baxın, Türkiyənin keçirdiyi hərbi əməliyyatlara baxın. Bütün hərbi əməliyyatlarda mülki əhalini müdafiə elədi. Suriya qaçqınlarına uzaq açdı. İndi çox adam onu başqa formada izah eləməyə çalışır. Real olan nədir? Türkiyə bu addım atdı. İnsanlara tutaq götürün, Yunanistana baxın, miqrantları hansı formada güllələyir, hansı formada dənizdə batırır. Amma Türkiyə bunu eləmədi, eləyə bilərdi. Türkiyə özünün neçə illər əhalisinə, belə deyək də, problemlər yaratdı, amma miqrantları qoruyub saxladı. Qaçqınları məcbur köçkünləri qoruyub saxladı. Və bu gün qaytardı hamısını yerinə. Bu da bir düşünülmüş, ağıllı bir siyasət idi təbii ki. Azərbaycana baxaq. Azərbaycan 44 günlük vətən müharibəsində hərbi əməliyyatlar zamanı dinc sakinlərin öldürülməsinə şərait yaratmalı. Eləmədi bunu. İnsanlığın qorunması, insanlığın ölməməsi üçün bu addım atdı. Və bütün beynəlxalq aləmə təqdim elədi ki, mən hərbi əməliyyatlar zamanı dinc sakinlərin öldürülməsinin tərəfdarı deyiləm. Və bu Türk dövləti deyilmi? Mən hesab edirəm ki, bunlar bir nümunədir. Türkiyə və Azərbaycan dövlətinin atdığı addım dünya üçün nümunədir. Və dünya buna baxıb ən azından özlərinin, o böyük dövlətlər özlərinin insanlığa qarşı törətdiyi əməllərdən utansın. Mən düşünürəm ki, bu çox mühümdür və gələcəkdə bunlar bir nümunə kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının prokurorluğu Azərbaycan hərbiçisinin törətdiyi hər hansı bir beynəlxalq cinayətə görə cinayət işi başladı. Ermənistanda bir nümunə var, yoxdur. Əlövsət müəllim, Türk Dövlətləri Təşkilatının perspektiv inkişafını, gələcəkdə deyək ki, o regional və qlobal məsələlərin həllində rolunu necə görürsünüz? Çox uğurlu görürəm. İnşallah ki, bu formada davam eləsə Türk dili dövlətlərin fəaliyyəti, birliyi. Əlbəttə, istər Orta Asiya istiqamətində, istər bizdə, istər Türkiyədə bu birlik qorunub saxlansa, çox uğurlu bir birlik kimi görürəm və qlobal sahədə bütün siyasi proseslərin, hüquqi proseslərin, iqtisadi proseslərin tənzimlənməsində təsirə malik olacağını düşünürəm. Və bu gün onlar var artıq, az da olsa hansısa istiqamətlərdə biz onu hiss edirik. Amma gələcəkdə doğrudan da bu liderlər kimi, liderlər bu prosesi davam etdirsə, başqa bir dövlətlərin təsir imkanına məruz qalmasa, əlbəttə bu çox uğurlu olacaq. Yox, bu liderlər kimi liderlər olmasa, əlbəttə bu sual altındadır. Birinci şəkildə liderlərin prosesi davam etdirməsinə gedir söhbət. Və son olaraq gənclərə tövsiyəniz bir ziyalı kimi, alim kimi, belə deyək də,
elə Türk dövlətlərinin birliyi istiqamətində də, yəni Turanın güclənməsi istiqamətində də, ümumiyyətlə də, yəni tövsiyənizi Mən tövsiyəm həmişə bir tövsiyəm olur. Hər bir şey elmə söykənməlidir. Bax bu gün sizin məndən aldığınız fikirlərin elmi əsası yoxdursa, deməli heç nədir. Mən elə belə bir söz olaraq deyirəm. Gənclər daha çox fərqi yoxdur. Sahəsindən asılı olmayaraq öyrəndiyi sahələri çox mükəmməl öyrənməyə çalışmalıdır. İxtisaslarına mükəmməl yiyələnməyə çalışmalıdır. Elmi sahədə əməkdaşlığa üstünlük verməlidir. Bütün məsələlər baxırsınız, artıq bütün dünya rəqəmsallaşıb. Elmi olmayan adam rəqəmsallaşa bilərmi? Doğru. Heç cür rəqəmsallaşa bilməz. Yəni biz bir kompüterlə işləməyimiz onu öyrənməyimizdən gəlir. O bizə tədris olunmalıdır ki, biz Excel-i, Word-ü, PowerPoint-ü, nə bilim, dizayn proqramlarını biz işləyə bilək. Deməli, hər bir şeyin əsasında elm dayanır. Rəqəmsallaşan dünyada biz bu gün burada kompüterlə, süni intellektlə nələrsə eləyirsə, bu bizim elmimizə söykənir. Süni intellektin bizə verdiyi bir təklif, savadımız, düşüncəmiz, təfəkkürümüz olmadığı təqdirdə olduğu kimi qəbul edib onu biz tətbiq etməyə çalışacağıq. Amma bizim ona yanaşmamız olanda fərqli olur və biz onu təhlil edib fikirləşirik ki, bizə verilən bu təklif doğrudurmu? Bizə verilən bu təklifi biz dəyərləndirə bilərikmi? Necədir? Bax, söhbət bundan gedir. Ona görə mən düşünürəm ki, gənclər bu gün daha çox elmə üstünlük verməlidir və sevindirici haldır. Baxın, ölkəmizdə nə qədər olimpiyadalar keçirilir. Olimpiyadalarda hamı uşaqlarını həmin olimpiyadalara cəlb edir. 10 il bundan qabaq var idi belə bir şey. Heç kim elmə maraq göstərmirdi. Amma bu zərurətdən irəli gəldi. Hamı dərk elədi ki, elmi olmayan bir kəs heç nəyə qadir deyil. Bax, bu qədər. Aydındır Əlövsət müəllim, çox təşəkkür edirik sizə maraqlı Var olun, fikirləriniz, mən də təşəkkür edirəm dəvətimizi sizə. qəbul edib gəldiyiniz üçün, müsahibədə iştirak edib suallarımızı cavablandırdınız. Sağ olun, Bariz müəllim. Mən də sizə təşəkkür edirəm ki, belə aktual mövzuları qoyub doğrudan da, yəni həm bir növ elə məni də tərpədirsiniz ki, mən də fikirlərimdə bir balaca yenilənmə aparıram ki, nələri eləyə bilərik, nələri eləyə bilmərik. Bu məsələlər çox aktualdır. Çox sağ olun, bir daha təşəkkür Sağ olun, edirəm. Bax belə, hörmətli tamaşaçılar, biz daha bir müsahibəmizin, müzakirəmizin sonuna gəldik, çatdıq. Xatırladım ki, bugünkü bizim müsahibimiz Hüquq Fəlsəfə doktoru Dosent Əlövsət müəllim Allahverdiyev idi. Müzakirəmiz isə müasir inkişaf ictimai birliyinin Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyi maliyyə dəstəyini icra etdiyi Türk Dövlətlər Gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək layihəsi çərçivəsində növbəti bir müzakirə idi. Siz bizi izləməyə davam edin ki, növbəti xəbərlərimizdən, məlumatlarımızdan xəbəriniz olsun. Sağ olun, salamat.